Xoş gördük, hörmətli izləyicilərimiz. Günün nəbzinə uyğun olaraq ölkədə və dünyada baş verənləri sizinlə paylaşmaqdan məmnuniyyət duyuruq. Odur ki, bizdən ayrılmayın. Kanalımıza abunə olub, bəyənməyi və paylaşmağı unutmayaq. Keçək xəbər lentimizə. Xameneyi öldü. Tramp elan etdi. Tarixin ən pis insanlarından biri olan Xameneyi öldü. Qafqaz Info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump Truth sosial şəbəkəsində yazıb. Bu təkcə İran xalqı üçün deyil, bütün böyük Amerikalılar və dünyanın bir çox ölkəsindən olan Xameneyi və onun qaniçən quldur dəstəsi tərəfindən öldürülən və ya şikəst edilən insanlar üçün ədalətdir. O, kəşfiyyat və yüksək mürəkkəb izləmə sistemlərimizdən yayınmaq iqtidarında deyildi. Onun və ya onunla birlikdə öldürülən digər liderlərin edə biləcəyi bir şey yox idi. Bu, İran xalqının ölkələrini geri almaq üçün ən böyük şansdır. Eşidirik ki, onların İslam İnqilabı Keşikçiləri Korpusu, hərbi və digər təhlükəsizlik və polis qüvvələrinin bir çoxu artıq döyüşmək istəmir və bizdən toxunulmazlıq axtarır. Dünən gecə dediyim kimi, indi onların toxunulmazlığı ola bilər, sonra isə yalnız ölümü əldə edirlər. Ümid edirəm ki, İran vətənpərvərləri sülh yolu ilə birləşəcək və ölkəni layiq olduğu böyüklüyə qaytarmaq üçün bir vahid kimi birlikdə çalışacaq. Bu proses tezliklə başlamalıdır, çünki təkcə Xameneyinin ölümü deyil, həm də ölkə cəmi bir gündə çox dağıdılıb və hətta yerlə yeksan edilib. Lakin ağır və dəqiq bombardmanlar həftə ərzində və ya yaxın şərqdə və əslində dünyada sülh məqsədimizə çatmaq üçün lazım olduğu qədər fasiləsiz davam edəcək, o qeyd edib.